Saçma rəngi bu dəfə tusklu olub ya. Tusklı. Kraskanı deyəsən düzgün seçməmisən. Nəysə bu dəfə Kraska. Neudachlıdır. Neudachlı. Çox da düzgün. YouTube'dan başladım. Sonra Instagram çıxanda uşaqlar təklif elədilər ki, gəl Instagram kanalı eləyək sənə. Və əvvəldən xəbərdarlıq eləmişdilər ki, mənfi rəylər ola bilər, ona reaksiya verməli deyilsən və s. Yəni gözlədiyimdən xeyli az oldu mənfi rəy, sağ olsunlar auditoriya. Yəni və gözləmirdim ki, auditoriya maraqlanar sırf dillə bağlı kontentə, amma gözlədiyimdən daha çox maraqlanan oldu. Və çalışıram ki, sırf akademik tərzdə olmasın. Biraz əyləncəli, biraz nəsə qatım ki, bu geniş kütləyə çatsın. Bir dənə də xanım video çəkmişdi, Dilçi xanım. Bax, bir dəqiqə darmadağın eləyir də fikir. Qoca arvaddır, yazıldı. Yox, qoca arvad deyil. Yəni, prosesə elə yanaşmırsan da. Mən elə yanaşım. Qoca arvadam, mənə yazığınız gəlsin. Dediklərimə cavab verə bilmirsinizsə deyin ki, qoca arvaddır, mənə yazığınız gəlsin. Ay uşaq, əvvəlcə get burnunun seliyini sil. Sonra deyilən sözə, fakta, argumentə veriləcək cavabın yoxdursa, onu boynuna almağa cəsarətin olsun. Ya get dili bil, araşdır, oxu, tarixinə get, faktlar çıxart ortalığa. Ya da mən buna cavab verə bilmədim sözünü boynuna al. Bugün sosial şəbəkələrin dilini heç kim idarə etmir. Sosial şəbəkələrdə hansı sözü istəyirsiniz görə bilərsiniz. Və o gənclərin arasında çox deməli güclü bir şəkildə, sürətli bir şəkildə yayılır. Nəticədə nə olur? O böyük işləklik qazanır. Düzdür? Məsələn deyirəm, wow, işləklik qazanıb və çox böyük işləklik qazanıb. Bu demək ki, biz onu salmalıyıq lüğətə. Bəlkə biz bunu əks təbliğ eləyək, bunu başqa bir nida ilə əvəz eləyək. Keçən dəfə keçiddən çıxıram, arxamda qız gəlir. Oturduq, kofe içdik falan filan, söhbət elədik. O da bayağı, bilmirəm nə olub. Niyə bayağı götürürsən? Ruçkanı rus dilində istifadə eləyirsən, bayağını türk dilindən götürürsən. Elə buna qələm denəndə türk dilində olduğu kimi. Əgər bugün küçəyə çıxıb 5 nəfəri dindirsək, onun 2 nəfəri öz fikrini rahat ifadə eləyə biləcək, parazit sözlərdən istifadə eləyəcəklər və s. Və söz ehtiyatının az olması, bir də tələsik yazılması. Tələsik yazanda sanki sonunda bir r-nı yazmaq çox böyük bir vaxt aparacaq. Dilin çox böyük imkanları var. Sanki biz o imkanları yavaş-yavaş il-ildən kasadlaşdırırıq. Sonra da dili günahkar tuturuq ki, dilimiz zəifdir, dilimiz kasaddır, dilimizin imkanları çox deyil. Halbuki dilin imkanları çox-çoxdur. Mən demirəm ki, bizim çox qeyri-adi sayda söz ehtiyatımız var və s. Amma bir insana öz fikrini təfsilatlı bir şəkildə ifadə etməsi üçün bizə 1 milyon söz lazım deyil. 40% alınma söz varsa, İngilis dilində bunun sayı 80%-ə çatır. Onda niyə İngilis dili dünyanın ən qlobal dillərindən biri hesab olunur? Deməli, bu heç də alınmaların çoxluğu ilə ölçülən bir məsələ deyil. Bugün məsələ belədir ki, qrammatikaya yönəlmə çox az olduğuna görə orta məktəb proqramlarının məqsədi artıq başqa bir istiqamətdə olduğuna görə o qrammatik məqamlar unudulur. Və böyük təəssüflə sizə qeyd edeyim ki, bu yaxınlarda yeni məktəblər üçün, daha doğrusu məktəblər üçün yeni avtobuslar haqqında bir xəbər çıxanda ona xeyli rəylər gəlmişdi. Mən də o rəyləri oxudum. Məni təəccübləndirən rəylərin mənfi, müsbət və ya aqressiv, qeyri-aqressiv olması olmadı. Məni təəccübləndirən yox, dəhşətə gətirən o rəylərin yazılışı oldu. Bir dənə ə görmədim orada. Bir dənə d-rın sonunda r görmədim orada. Qoşa y, tək y anlayışı görmədim. Ş-ların w ilə verilməsi və bitişik ayrı anlayışı yoxdur.
Və mən dəhşətə gəldim. Orta məktəbə düşünürəm ki, qrammatikanı qaytarmaq lazımdır. Çünki bilmirəm, bəlkə sosial şəbəkələrdir bunu korlayan, bəlkə tələbin olmamasıdır, bəlkə təbliğatın olmamasıdır. Sözlərimiz yaddan çıxır, gedir və ara sözlər daha çox işlənməyə başlayır. Məişət üslubu bütün üslubları üstələyir. Mən bugün tələbələri gəl mətni danış, sən sual ver, o cavab versin, o sual versin, sən cavab ver olanda deyir ki, müəllimə, biz heç orta məktəbin ibtidai siniflərindən bu tərəfə lövhə qarşısında dayanıb danışmamışıq. Yəni, orta məktəb ancaq nə tələb eləyir? Test həll elə, test həll elə. Niyə? Çünki ali məktəbə daxil olmaq bunun üzərindən qurulur. Və bu bir-birini zəncirvari, bir-birinə bağlı məsələlərdir ki, son nəticədə fikri ifadə etmə qabiliyyətini aşağı salır. Bu da cəmiyyətdə kifayət qədər söz ehtiyatı olan gənclərin, yazı bacarığının zəif olan gənclərin artmasına səbəb olur. Tələffüz birazdan yazıya keçəcək. Onsuz da yazı bərbad vəziyyətdədir. Mən niyə bir tərəfdən bunun olmasına çox da, necə deyim, belə qıcıqlanmadım. Hətta sonradan düşündüm ki, bəlkə bu yazının daha düzgün olmasına xidmət edəcək, bəlkə belə olması daha məntiqlidir. Çünki bugün yazı o qədər məişət səviyyəsinə enib ki, nə morfoloji norma var, nə tarixi-ənənəvi deməli prinsip saxlanılır. Ancaq fonetik prinsip əsasında belə deyirəm, belə yazıram. Və kefim belə istəyir tərzi var bugün cavanlarda. İndi insanların 10 nəfərə imla yazdırsa, onun ikisi dovğa yazar bəlkə, qalanı doğa yazacaq. Onun ikisi dovşan yazar. İndi f məsələsi hardan çıxmışdı bilmirəm onu. Əksəriyyəti dovşan yazacaq. Niyə? Çünki danışıq dili yavaş-yavaş yazıya keçir. Və qrammatikada zəiflədiyinə görə orta məktəbdə, ümumiyyətlə bu necə yazılmalıdır qaydasını bilmədiklərinə görə necə deyirlər, elə yazacaqlar. Bu barədə bəlkə mən deyirəm ki, onun müsbət tərəfi olar ki, yazıldığı kimi deyiləndə yazı da yadlarında qalar. Düşünün ki, bir rəsmi bir şəxsdir, Azərbaycan xalqını hər hansı bir bayram münasibəti ilə təbrik eləyir. Mən sizi müəllim günü münasibəti ilə təbrik edirəm. Mən bunu heç qəbul edilməz bir məsələ hesab eləyirəm. Niyə gül kimi münasibəti ilə ola-ola biz münasibəti ilə deməliyik? Bütün dillərdə qayda belədir. Orfoqrafiya, orfoepiya yox. Orfoqrafiya lüğətləri 5 ildən bir yenilənir. Əvvəlki qalır. Əgər arxaikləşmiş nəsə varsa, onu çıxarırlar və yeni sözlər ora əlavə olunur. Yəni, olmasa, düşünün, 5 ilə dildə çoxlu yeni sözlər əmələ gəlib. Amma biz 5 il bundan əvvəlin lüğətini əlimizdə əsas götürürük. Onda o yeni sözlər havada qalır. 5 ildən bir lüğət yenilənməlidir. Amma 5 il ərzində dilə gələn yeni sözlər ora daxil olmalıdır. Məqsəd budur. Biologiya ilə, tibblə, başqa bir elm sahəsi ilə məşğul olan alimin hər 5 ildən bir orfoqrafiya qaydalarına baxmaq kimi bir borcu yoxdur. Bir dəfə olundu, kifayətdir. Xankəndi, əmək haqqı kimi sözləri də buna uyğunlaşdırıblar. Misal üçün, ayaqqabı. Burada artıq mənsubiyyət var. İkinci növtəyini söz birləşməsidir. Ayağın qabı kimi bir konstruksiyadır da. Və mənsubiyyət olmasına baxmayaraq filankəsin ayaqqabısı deyirik. Filankəsin ayaqqabı demirik. Və əmək haqqı da əslində eyni konstruksiyaya malik söz olaraq eyni formada filankəsin əmək haqqısı olmalıdır. Amma yeni bunu, çünki bu söz əksər hallarda ayrı yazılıb. Son dövrlər bitişik yazılmağa başlayıb deyə insanlar bunu əmək haqqısı kimi qəbul edə bilmirlər. Mən də qəbul edə bilmirəm. Çünki bunu yenicə birləşdiriblər. Bir çox lazım olan sözlərin unudulması problemi var. Baxın, biz elastik bir material görəndə ona deyirik ki, bu elastikdir, dartılandır, odur, budur və s.
Halbuki kövşək var. Türkiyə türkçəsində bu gün gevşəmək feili var. Yəni dartılandı, açılır, yəni dar olmayacaq və s. hər hansı bir geyimi bizə təqdim eləyəndə. Bu bizim kövşək sözü dildən çıxarılıb, lüğətdə yoxdur. Amma tibbi terminlərdə kövşək lifli toxumalar var. Biz bu biri sözləri atmışıq, təbliğ eləmirik. Bu biri sözlər işlənmir. Bunların günahı nədir ki, biz yeni adı ilə çox işləndi. Gəlin bunları hamısını daxil eləyək dilimizə və işlədə gedək. Onda bir 100 ildən sonra dilin tərkibi nə olacaq? Bacardıqca idmana vaxt ayırmağa çalışıram. Bacardıqca deməli qeyri-ənənəvi meditasiyalar, affirmasiyalar, onları daim dinləyirəm. Müsbət köklənməyə çalışıram, müsbət düşünməyə çalışıram. Müsbət təlqinlər eləyirəm. Öz-özümə hər zaman nəyinsə yaxşı olmasını təkrarlayıram. Və qeyd edeyim ki, mən buna 50 yaşından sonra başlamışam. Daha doğrusu, həyatımda 2 dəfə ciddi xəstəlik keçirmişəm və birinci xəstəlik bu həyat tərzinə məni yavaş-yavaş yönəldib, sonra daha intensivləşib və nəhayət son 10 ili mən sırf intensiv və müsbət düşüncələrlə qarışıq bir həyat tərzinə keçmişəm. Amma ikinci dəfə xəstələnəndən sonra düşünürdüm ki, hər şeyin başını buraxıb artıq özüm istirahətlə məşğul olacağam. Əvvəlkindən 2 dəfə deməyim, bəlkə 3 dəfə daha artıq intensivliklə işləməyə başladım. Necə gedirəm belə, özüm də bilmirəm. Bir baxıram ki, bir həftə keçdi, o bir həftə nə cürsə olur, çatdırıram, amma bilmirəm necə olur bu. Son olaraq gənclərə ən böyük tövsiyəm odur ki, arzuları olsun, arzularına doğru getsinlər, arzuları barədə hər gün düşünsünlər. Hədəf deyib özünü öldürməyinə dəymir. Hədəfə doğru arzularla getmək lazımdır. Bir gündə olsun arzunuzu kənara qoymayın.